Sizə kimin kitabından nəql etmək istəyirəm? İbn Teymiyyənin tələbəsinin kitabından. Dəyərli tamaşaçılar, İbn Teymiyyənin İbn Qeyyimdən daha üstün tələbəsini tanıyırlar. İğathətul ləhfan fi masayidi şeytan. Lakin bu kitabı oxumamışdan öncə gəlin bu kitabı sizə tanıtdırım. Səhifə 219. Onun tələbəsi, yəni kimin? İbn Teymiyyənin tələbəsi Əllamə İbn Qeyyim Cəvziyyənin tövhidin növlərinin bəyanı və bidət əhlinə rəddiyə barədə çox sayda faydalı kitabları vardır. Bu kitablardan ən yaxşısı İğathətul ləhfan kitabıdır. Deməli, bidət əhlinə rəddiyə kimi ən yaxşı kitablardan biri hansıdır? İğathətul ləhfan. Diqqətli olun əzizlər. Gəlin görək Allah Rəsulunun sünnəsində, yəni əməli sünnəsində necə olub? Yəni praktiki olaraq nəyin üzərinə səcdə edirdi? 218-ci səhifə. İbn Teymiyyənin tələbəsi İbn Qeyyim yazır. Ha belə onlardan birini yalnız səccadə üzərinə səcdə edən görərsən. Yəni bu yerə səccadə sərənlərin işi sünnə ilə müvafiq deyil. O deyir ki, yox. Allah Rəsulu heç vaxt səccadə üzərinə səcdə etməyib. Nə qəribədir. Yəni o yazıqlar, yəni onların Peyğəmbər məscidinə səccadə döşəmələri sünnə ilə ziddiyyət təşkil edir. Mən demirəm ki, İbn Qeyyim yazır. Heç vaxt Peyğəmbərin qarşısına səccadə sərilməyib. İndi görmüsünüz də Vəhabilər namaza duranda səccadə sərirlər. Əksinə Peyğəmbər yerin üzərinə səcdə edirdi. Bəzən o quru palçıq üzərinə səcdə edirdi. Peyğəmbər həsir üzərinə səcdə edirdi. Gəlin 268-ci səhifəyə baxaq. Peyğəmbər həsir üzərinə səcdə edirdi. İndi də görə bilərsiniz, Əhl-i-Beyt məktəbinin davamçıları o məscidlərə gedəndə həsir sərirlər, lakin oradakı polislər gəlib həsiri də götürürlər. Bilmirəm, bunun neyi sünnəyə ziddir? Əzizlər, axı bu Peyğəmbər sünnəsidir. Uzun zaman istifadə olunduğu üçün bu həsir qaraldıqda su ilə təmizlənirdi, sonra Peyğəmbər onun üzərində namaz qılırdı. Lakin onun üzərinə nə səccadə, nə də mindil sərilirdi. Heç vaxt. Peyğəmbər bəzən torpaq üzərinə səcdə edirdi, bəzən daş parçasının üzərinə, bəzən də qurumuş palçıq üzərinə. O hətta ki, bunun əlamətini onun alnında və burnunda görmək olardı. Niyə? Çünki Allah üçün alnını və burnunu torpağın üzərinə qoyurdu. İndi bugün Peyğəmbər məscidində gördükləriniz sünnədir, yoxsa İbn Qeyyimin dediyinə əsasən bidətdir? Siz bilirsiniz ki, Məhəmməd İbn Əbdülvəhhab yalnız iki şəxsə etimad bəsləyir. Birincisi İbn Teymiyyədir, ikincisi də İbn Qeyyim Cövzidir. Dünən İbn Qeyyimdən oxudum, bu gün isə İbn Teymiyyədən oxumaq istəyirəm. Gəlin görək İbn Teymiyyə nə yazır? Fətvalar toplusu cild 22. Əzizlər, səhifə 163. Məscidlərdə səccadə salıb onun üzərində namaz qılanlar barədə sual verdilər. Bu əməl bidət sayılır yoxsa yox? Cavab verdi. Səccadə üzərində namaz qılmaq mühacir və ənsarlardan olan sələfin sünnəsi olmayıb. Bu elə də önəmli deyil. Yazılır ki, rəvayət olunub ki, Əbdürrəhman İbn Mehdi Mədiniyə gəldikdə səccadə saldı və Malik onun həbs olunmasını əmr etdi. Peyğəmbər məscidində səccadə salıb namaz qılmaq istəyirdi. Dedilər ki, axı o Əbdürrəhman İbn Mehdidir. O da dedi ki, məyər bilmirsən ki, bizim məscidlərimizdə səccadə salmaq bidətdir? İndi təsəvvür edin ki, Malikin ardıcıları səccadə üzərinə səcdə etmək istəmirlər. Niyə onları öz rəyinizə tabi etməyə çalışırsınız? Axı, bu sözləri İbn Teymiyyə yazır, əzizlər, siz İbn Teymiyyəyə qarşı mı çıxırsınız? Sonra, səhihdə gəlib ki, Əbu Səid Xudridən Peyğəmbərin etiqaf saxlaması hədisində belə nəql olunub ki, hədisin axırında deyir ki, 21-ci günün sübhündə gördüm ki, burnunda və burnunun ucunda su və qurumuş palçıq əlaməti vardı. Yəni Peyğəmbər səcdə edərkən alnını, burnunun ucunu qurumuş palçığın üzərinə qoymuşdu. Daha sonra İbn Teymiyyə deyir ki, bu açıq aydın onu göstərir ki, Peyğəmbər qurumuş palçığın üzərinə səcdə etmişdi. Əzizlər, biz özümüzlə İmam Hüseynin türbətini gətirmirik ki, siz deyəsiniz ki, onlar bütlərə səcdə edirlər. Siz özünüz bizim üçün türbət hazırlayın ki, biz də onun üzərindən Allah üçün səcdə edək.
Peyğəmbərin məscidinin tavanı yarpaqsız xurma budaqları ilə örtülmüşdü. Oradan külək vururdu. Səcdə etdiyi yer isə yerə aid növdən idi. Ey müsəlmanlar, sünnə nədir? Siz yerin növündən olan nəsnə üzərinə səcdə etməlisiniz. Bəzən oraya daş parçası qoyulurdu. Siz sadəcə sünnəyə hörmət etmirsiniz. Bəzən məsciddə daş parçası qoyulurdu, necə ki Sünəni İbn Davudda da mövcuddur. İbn Ömərdən məscidə qoyulmuş daş parçası barəsində soruşdum. Bu daş parçası burada nə gəzir? Buna nə ehtiyac var? Gecə yağış yağmışdı. Yer də islanıb palçıq oldu. Bir nəfər paltarında daş parçaları gətirdi və onları yerə döşədi. Peyğəmbər namazı qılıb qurtardıqdan sonra dedi ki, bu necə də yaxşıdır. Yəni məscidə gələn hər kəsin neyi var idi? Daş parçası. İndi də hər bir müsəlman özü ilə gəzdirir də gətirir. Bir türbət gəzdirir özü ilə. Heç türbət olsun daş parçası, olsun bir torpaq parçası. İndi bu şirkdir, bidətdir, yoxsa sünnədir? Peyğəmbər dedi ki, bu necə də yaxşıdır. Axı bu İbn Teymiyyədəndir. Mən sizə Üsul-ü Kafidən gətireyim, yoxsa Biharul Ənvardan gətireyim? Axı İbn Teymiyyə sizin imamınızdır, ona iqtida edirsiniz. Sonra İbn Teymiyyə deyir ki, bu açıq aydın onu göstərir ki, onlar torpağın və daşın üzərinə səcdə edirdilər. Qapının ağzında daş parçaları qoyun, deyin ki, al bununla qıl. Kərbəladan gətirdiyin türbətlə yox, nə bilim Tunisdən, Şimali Afrikadan gətirdiyin türbətlə yox. Bu daş parçası ilə götür qıl. Əzizlər, minhacı sünnə. Malik deyib, yer cinsindən olmayan bir şeyin üzərinə səcdə etmək məkruhdur. Niyə cəmaata əmr edirsiniz ki, namazlarında məkruha bulaşsınlar? Rafizilər isə yerdən başqa bir şeyə səcdə etməyi qadağan edirlər. Rafizilər, axı bu Peyğəmbərin sünnəsidir. Axı Peyğəmbər yerdən başqa bir şeyin üzərinə səcdə etməyib heç vaxt. Axı biz sünnəyə tabi oluruq indi. Siz sünnə davamçılarısınız, yoxsa Əhl-i Beyt məktəbinin ardıcıları? Yaxşı, imamlarımız bizə yer və yerdən çıxan, lakin geyilən və yeyiləsi olmayan şeylərin üzərinə səcdə edilməsinin vacib olduğunu deyərkən, bu onların rəyləri və iştihatlarıdır, yoxsa Peyğəmbər sünnəsidir?